parnoyda çox qala bilmirəm, öncədən onu deyim. 68 dərəcədir, biz indi çəkiş edib sizə göstərərik. Mən bu həyətdə burada otura bilərəm maksimum. O Malayziyalı qonaqların xüsusi kamerası vardır. Tam zil qaranlıqda ulduzlardan gələn elə bir işıqları toplayıb çox maraqlı şəkillər çəkir. Gecə vaxtı deməli o dağ üstündə qar olmaqla bir dənə əla möhtəşəm bir görüntü olur. Masaj otağıdır. Burada narahat etməyin yazılır, amma biz gəncə də baxaq. Niyə qeybət ağacı adlandırılır? Əslində qeybət o qədər yaxşı bir şeydir, amma ki Fatma Gülün üçün burada baxanda adam yəqin ki, relaks olmaz. Mən maraqlıdır bu. Tuzun dadına baxın. Zəhərlənmərəm. Maqneziumla zəngin, çox faydalı mineral sudur. Ümumiyyətlə, bütün mineral suların müəyyən bir limit daxilində içməkdə fayda var. Gözəl Qudyal çaydır. Azərbaycanın şimal bölgəsinin ən qürsulu çaylarından biridir. Burada bizim müxtəlif tədbirlər keçirmək üçün zalımız var. Ailələr üçün qəşəng karaoke, musiqi, yəni bütün bu şəraitimiz yaradılıb. Sizin izləyicilərimiz də olacaq, dinləyicilərimiz də olacaq. Onlar sizi izləyəcəklər. Çox sağ ol sənə. Hələlik. Çox sağ ol.